Xanım Zeynəb əleyhissalam bilirsiniz ki, Kufədən sonra əsir olaraq Şama məlun Yezidin sarayına aparılır və Şamda xanım Zeynəb əleyhissalam çox fəsahət və bəlağətli nitq söyləyir. Xanım Zeynəbin kəlamları iki formada özünü göstərir. Birincisi, xanımın nəql etdiyi rəvayətlərdir. Rəvayət yəni hədislər, xəbərlər. Atasından da, anasından da, babası Peyğəmbərdən də və digər gördüyü imamlardan da xanımın rəvayətləri var. İkincisi, onun xütbəsidir. Xanım Zeynəbin iki çox məşhur xütbəsi var. Böyük alimlər o xütbələrə müxtəlif istiqamətlərdən təfsirlər, təhlillər yazıblar. Məsələn, mənim özüm keçən il Bağdadda bir konferansda iştirak elədim. Orada Kufə Universitetinin bir professoru ilə tanış oldum. O mənə iki kitab bağışladı. Biri xanım Fatimə Zəhranın xütbəsinin, ikincisi xanım Zeynəbin xütbəsinin xütbədəki fəsahət və bəlağət, cümlələrdəki qrammatik təhlillər. Təxminən bu mövzuya həsr edilmiş çox mötəbər bir kitabdır. Bunu ona görə misal gətirirəm ki, xanım Zeynəb əleyhissalam alimlərin də, hətta düşmənlərinin belə etirafına görə fəsahət və bəlağətdə heç də atasından geri qalmamışdır. Və bu günləri Bəlağatun Nisa adlı kitablara müraciət etsəniz, görərsiniz ki, o kitablarda xanım Zeynəbin istər Kufədə İbn Ziyadın məclisində, istərsə də Şamda məlun Yezidin məclisində hansı xütbələri söyləyibdir. Xütbələrin mahiyyəti onu göstərir ki, birincisi, bu xütbəni söyləyən şəxsin çox böyük cəsarət və şücaəti var. İkincisi, bu xütbəni söyləyən şəxsin çox böyük, çox yüksək fəsahət və bəlağətə bələdçiliyi var. Böyük natiqlik istedadı var. Bunların hamısı alimlərin diqqətindən qaçmamış və alimlər də o məsələlərə xüsusi əsərlər həsr etmişlər.